Getdikcə artır sürəti. 150-160 gəlirdi aşağı. 30'luq sürəti olan yerdə 150-160. Boğaz heyvanı mən bu günə qoyur. Qalib gələri gördüm, bizi vuracaq, biz özümüzü tulladıq böyrə, bizi vuranmadı, malları vurdu. Belə bizi vurmaq idi bəlkə fikri. Gəldiyi sürətdən getdi, döndü, birinci malı vurub getmişdi. Ucarda baş verən yol qəzasında heyvanlar tələf olub. Hadisə axşam saatlarında rayonun Alpı kəndində qeydə alınıb. Rayonun Qulabənd kənd sakini Qismət Sirəcoğlu Nuriyevin idarə etdiyi Kia markalı miniş maşını ilə Alpı kənd sakini Xanoğlan Baloğlan oğlu Məmmədova məxsus 3 baş inəyə vurub. Nəticədə miniş maşını yararsız hala düşüb. Heyvanlardan biri hadisə yerində tələf olub. İkisi isə ağır yaralanıb. Zərər çəkmişlərin sözlərinə görə Qismət Nuriyev idarə etdiyi avtomobillə əvvəlcə inəklərin birini vurub. Daha sonra geri qayıdan sürücü yüksək sürətlə hərəkət edərək daha digər 2 inəyi də vurub. Qardaş, axşamüstü mallarımızı qapıya aparanda bu malın birini vurdu, bu tətən gəlib. Qaçıb getdi. Kimdi o? Qulabənd kənd sakini, şofer. Getdi oradan arxın üstündən döndü, qayıtdı, deyim ya malı vurduğuna, indi üzr haqlığa gəlir ki, qardaş, indi malda hadisədə olub. Gördüm ki, bu tadı surəti artırır. Amma gələndə malın bir dənəsi var. Vurub getdi, qaçdı getdi. Dərzənə ikincini, qalib gələri gördüm, bizi vuracaq, biz özümüzü tulladıq böyrə, bizi vuranmadı, malları vurdu. Düşdü yerə, başladı burada ağzına gələni bizi şey eləmə, təhqir eləmə, söz görsün başına olacağım, mənim maşımı düzəltdirin verin, neyini. Hadisə nə vaxt olmuş? Hadisə saat 5'in yarısında, 16:30'da. Siz malı hardan gətirirdiniz ondan? Sahədə otarışlar. Mən malı qədər subsidiya almışam, kredit götürmüşəm. Maldarığa qarşı 7.000 manat. Ondan almışam, üstünü düzəldib mal almışam ki, mən də artırımda və prezidentimiz də fərman verir ki, kəsçilər malqaraya köməkli eləyir, inkişaf eləsin də. Mən dolanışıq benim buradır, maldır. Başqa bir yerdə işləmirəm. Olanım budur. Neçə mal olur? 3'üm vurub qardaş. Biri ölüb, ikisi də ağır vəziyyətdə yaralı, üçü də boğazı doğmanı az qalıb. Qar, boğaz heyvanlardır. İkisi şivəsi, biri də elə şivəs kimi heyvandır da. O da yəni yaxşı sort maldır. Yəni hadisə belə olub qardaş. Mənim sözüm budur. Bir də ki bu gedənin birinci hadisəsi deyil. Bu 3-cü hadisədir. Mart ayında qaz torbasına girdi. Bir tane yolunu qoydu. Ondan qabaq kanala getdi, girdi. Bunun da yolu qoydu. Bu da 3-cü hadisədir. İndi qardaş elə bu 2 gündən birinin malını vuruyor. Birinin qaz torbasını dağıdı. Elə belə olacaq. Sonra bizə birlərin sərəncam verin, bizə bir işimizi bilik. Hadisə zamanı zərər çəkən və oğlu son anda qəzadan yayınaraq yol kənarındakı su arxına düşüblər. Nəticədə insan tələfatı olmasa da heyvanlara ciddi ziyan dəyib və nəqliyyat vasitəsi yararsız hala düşüb. Malın vəziyyəti budur qardaş. Malım mənim 3 dənə malımı vurub atıb bu gündə. Bu da gələndən mal böyürür, ot yemir. Boğaz heyvanı mən bu günə qoyur. Mən kredit götürüb mal almışam. 4 dənə uşağım var. Mənim əskər 4 dənə əskər böyüdü. Mənim malımı bu günə qoy. Mən xahiş eləyirəm ki sizə mənim malımı alsın versin. Hadisə günorta vaxtı baş verib. Günorta deyən saat 3-4 arası. Maşın gəldi, birinci malımızı vurdu, yıxdı malı yerə. Sonra çıxdı getdi, dayanmadı, qaçdı getdi. Bir 5-10 dəqiqə çəkmişdi, dedi ki, bunun nömrəsini yadın tapaq. Görür ki, qayıdır gəlir. Gəldiyi sürətdən bizə çatır. Çatdı, görür ayağın yanında torumuza yada atmır da, bu getdikcə artır sürəti. 150-160 gəlirdi aşağı, 30'luq sürəti olan yerdə 150-160. Ucu bizə çıxanda biz özümüzü tullarıq yoldan aşağı. Gəldiyi sürətdən ucu malları vurdu. 2 dənə malı vurub, 3 dənə mal vurub. İkisi həsarət alıb, daha həsarət alıb deyəndə ölümcüldür vəziyyəti. Biri də ölüb. Bax belə, bu mal da kredit götürüb, kreditdən almışdım malı. Sizdən hansı bir rəqabəti yoxdur ki? Heç nə rəqabəti yoxdur. Qonşu kətdəndir, mən burdanam, o mənlə tanımıram. Tanıyıram, belə də özündən tanıyıram da şey eləmirəm. Mənim nə şey var ki onun. İşqili olmaq özü, gəldiyi sürətdən də gəlib girib mala. Sizi necə bəxtədiniz ki, mənimlə vurmaq istəyirsiniz? Mənə bizi də vurmaq istəyir. Biz çəkilməsək, elə bala özümüzü kanala atmasaydıq bizi də vuracaqdı. Belə bizi vurmaq idi bəlkə fikri. Gəldiyi sürətdən getdi, döndü, birinci malı vurub getmişdi. Onda heç nə olmamışdı, maşına azca əzilmişdi, az əzilmək. Sonra gedib o tərəfdən sürət yığdı. Burada 3-cü hadisəsi məndə burada. 2 dəfə bundan qabaq aşırdıq maşını, bu 3-cü. Bütün kənd ondan şikayətçidir. Qabağına kim çıxsa alıb gedir altından. Deməli lotuyam, belə deyir. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov, Aqil Əsədov, xüsusi olaraq Dinas TV üçün.